qanuni 4 otaqlı 123 kvadrat olan mənzilimiz yeni təmirdən çıxıb. Hal-hazırda biz mənzilin qonaq otağındayıq. Geniş qonaq otağıdır. Qanuni 4 otaqdır. Mərtəbəsi də 18 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Gəl gedək. Yerləşir APAK yaşayış kompleksində. Əsas giriş qapısı. Təmirdən sonra mənzildə yaşayış olmuyor. Bax, burada pirxojni şkaf qoya bilərsiniz. Yeri keramik qranitdir. Ətraflı göstər. Altı istipoldur. Sanitar qovşaqlardan başlayaq. Ayrı-ayrılıqda. Bax, bura sanuzer birinci hamamıdır. Göstər. Gəl bura. İkinci sanuzerimizi göstər. Bura ikinci sanuzer. Yəni, APAK yaşı 2-3 yataq otağı bir qonaq otağından ibarətdir. Keçək birinci yataq otağından başlayaq. Bax, belə bir geniş bir yataq otağıdır. Bax, baxışın göstər bir dənə. Bax, gör nə gözəl baxışı var. Bəh. Həqiqətən də baxışı yaxşıdır. Keçək ikinci bir yataq otağı. Mənzildə demək, suyu, işığı daimidir. İnşallah qazda mənzilə veriləcək. Keçək bu ikinci bir. Buranın eyvanı da var. Bax, burada eyvan. Burada yerləşir bu yataq otağında. Ətraflı göstər. Bax, burada eyvanı. Gördüyünüz kimi kombin xəttlər də burada çəkilib və yenə də baxışı hamısı bir tərəfə baxır. Binanın bir tərəfinə baxır. Təmiri də əla təmirdir. Qanuni 4 otaq, 123 kvadrat. APAK yaşayış kompleksində. Keçək mənzilin, bu uşaq üçün, uşaq otağı kimi nəzərdə tutulub. Və gördüyün uşaq otağıdır. Bu dəqiqədə telefona zəng gəlməyə vaxt çatdı. Yəqin müştəri olar, inşallah evi həmin müştəriyə veririk. Keçək, ətrafını göstərdim. Burada mətbəxin. O telefonun xarabına, o niyə elədi? Gəl bura. Burada mənzilin gördüyünüz mətbəx hissəsi. Geniş mətbəxdir, mətbəx mebeli yığılıb. Burada da eyvanı var. Buradan da baxışı görürsünüz. Buradan da baxışını göstər. 123 kvadrat. Bax, burada görürsünüz gün rahatlıqla mənzilə daxil ola bilir. Bu mənzil 154 min manata qanuni 4 otaqdır. Satışa çıxar. Kim istəsə bizimlə əlaqə saxlasın. Həmçinin kanalımıza abunə olmağı unutmayın ki, belə bir mənziləm çıxdıqsa sizin də məlumatınız olsun. Sağ olun.